arkamdadır. Aa, buradadır. Qaz. Hər kəs salam dostlar, bugün yepyeni və ilk videomla hamınızın qarşınızdayım. Deməli dostlar, bugün nə edirik? Bugün Qorxulu müəllimin evinə gedib ona əsəbləşdirməyə çalışacağıq. İndi səbəb nədir? Yəni soruşarsınız da, niyə müəllim yazıqdır? Niyə gəlib əsəbləşdirsən? Niyə onu etsən, bunu etsən? Bir səbəb var. Səbəb də odur ki, bu müəllim bizə pis qiymət yazıb. Yəni bundan böyük nə səbəb ola bilər ki? Ona görə də bizdə də beyin çöndü. İndi də gedirik bunu əsəbləşdirməyə. Keçək görək bunu nə cür əsəbləşdirəcək. Deməli indi oyun işlənir dostlar. Görək görəvimiz nə olacaq. Mənim burada yəni biraz ingiliscəmdən oxuduğuma görə nəsə saçına bir şey eləyəcək deyəsən. Yəni gördüyüm qədərilə belədir. Elə bil ki bu başını yumaq istəyəndə biz bunun şampununa nəsə qatacağıq da yəqin ki. Yəni burada eləncə yazılır şampu, hair falan. Nəysə indi keçək görək nə qaracaq da. Hə, var dediyim kimi. Burada başlayır. Burada nə qarır ki o? Suyu açdı, aha. İndi biz gedirik, deməli. İndi hamamın yerini də öyrənməliyik. Yəqin ki yuxarıda olar da o. Uy, mən indi fikir verdim. Bu nə evdir ala? Müəllim olasan belə evin ola. Maşallah, göz dəysin. Bu nə qədər maaş alır görərsən. Nəysə, çox danışmayaq, keçək görək nə olacaq. Deməli birinci zilə basırıq ki, düşsün aşağı, yoxsa bu yuxarıdan əl çəkməyəcək, qopmayacaq, elə yapışacaq yuxarıdan. Oradan şey eləyəndə də sizə bu rədvandan çıxa bilər, yəqin hə, yıxılmalı ki. Deyil ha. Aha, hə, çıxdı. Buradan evənə tək girəcək. Pəncərələr açılır. Yox. Aha, açıldı. İndi girdik, gördüyünüz kimi yuxarıdayıq. Evinə girdik və o da hardadır? Rədvan tərəfdə deyəsən. Sol üstə görünür də burada, onun da ekran harda olduğu görünür. Onu da qəşəng eləyiblər. Yəni olmasaydı bəlkə də indi qorxa oynayırdı. Yəni hər an hər yerdən çıxa bilərdi də. Deməli indi hansı otağa gedir? Niyə düşmədi ki aşağı bu? Mən elə bildim aşağı düşəcək. Nəysə, mən yuxarıda gözləyim aşağı düşənə qədər. Aha, mənim girdiyim otaqdadır. Oyda gördünüz pəncərəni gördük, açıq olduğunu, baxdı ora. Aha, ilişdi orada. Qəşəng elə ilişsə yaxşıdır. Deməli, bura idi. Yox, bu fərqli yerdir elə bil. Yox, su da heç gəlmir burada. O yəqin 2 dənə hamamım vardı, yəqin ki başqa hamamdadır indi o. Görək hardadır. Nə qədər o ev nə boyutdadır, gəz qutarmır. Gör nə qədər otağı var. Bu nə şəkildə, paltar. Hə, bura paltar otağıdır yəqin ki. İndi bəxtəvərin nə qədər otağı var da. Hər otağa bir dənə ad qoyub. Birindən sculpture room, music room, nə bilim, çoxdur. Mən çətin tapam bunu. Aha. Oy Allah! Anam, çox qorxdum bir anda, acayip qorxdum. Oy sifil, ürəyim düşdü. Allah başa daş salsın sən. Abi! Ay Allah, ürəyim partladı. O nə idi o? Ürəyim düşdü. Nəysə, təzdən yoxlayacaq. Heç gözləmirdim ya otaqda ola. Mən gəzirəm rahat. Özümə gəldim, ayıldım əməlli başlı. Aha, yenə hamamdadır, həmin yerdə. Bu otaq prosto tapamıram mən. Görəsən hansı otaqdır ki bu? Yenə yuxarıdadır. Bu səfər zilə basacağam, yenə düşməsə də mənlik dördür. Oyunda nəsə problem var. Yəni kimin zili döyüləndə aşağı düşməz. Görün nə qədər basıram, görürsünüz də. Gördünüz nə qədər bastım hə? İndi o aşağı gəlməlidir, yəni başqa çarəsi yoxdur da. Yenə bu rədvandan çıxmağa çalışacağım. Görək birinci aşağı düşür. Hələ ki yaxınlaşdı rədvana, aha, düş aşağı, düş. Yes, düş aşağı. İndi biz də yuxarıdan girmişdik, buradan da olar da yəqin ki yol. Buradan da olur. İndi biz yenə yoxlayacağıq. Bu nədir? Torture room. Yoxdur burada bir şey. Ora bathroom olmalıdır yəqin ki. Axtaray. Aha, açdı qapını bu arada. Deməli burada paltar otağıdır. Onu gördük bayaqları. Bu nədir? Ha, bathroom. Yes, tapdım. Aha, bu daha. Deməli, hamam buradadır. Su axır burada. Şampunu bu daha burada. Mən burada hansına qatacağam ki? Bir dəqiqə. Bu da üstdəki deyəsən vək ad yazılıb.
O şampunu pulla alac oynayacaq. O hansını görün bu? Aha bu da. İndi bunu hansına qatım? Buna qatım. Yo, bunu əlinə aldı. Onda bunu buna qatacağam. Pes. Qaç. Gəlir. O adam pəncərədən tullanmıyor mu? Yo. Hardadır bu? Ay Allah, gördü məni. Bak, nə oldu? Aha, işte aradasa qaldı. Aa, daha da. Gördünüz? Girəcək bu tərəfdən. Ay Allah! Gördü məni. Qaç. Düz arxamdadır. Ay, burdadır. Qaç. Mən hara qaçacağam indi? Rədvandan düşündə başqa hara qaça bilərəm ki? Adar, ay gəlir, bu əl çəkmir. Atdan qaç. Canım da yetdi. Ay, bu nədir? Sivil qapı kilitliymiş. Qaç. Düz arxamdadır. Ay, dayandı. Ay Allah, qaç. Tabana tüpür, taban 56. Get. Oy zibil, nə aksiyon yaşadım hala. Nə tərqat da, mən gedim durum ağacın arxasında. Nə tərqat da məni. İndi gedməlidir orada yəqin ki, başqara edə bilər. İndi sol üstdən mən izləyirəm burada, siz də izləyə bilərsiniz. Gördünüz kimi yuxarı çıxdı indi, döndü sağa. Arası edir, mənim ürəyim bu arada 190-dır başladı indi bu dəqiqə. Nə tər çırpınır. Qorxdum, hələ bayaqları riski çıxdı qabağıma. Ürəyim düşdü də məli başdan. Ha, girdi. Yes, patron, aha. Ha, götürdü şampunu. İndi girir. Aha. Girdi içəri. Aldı əlinə sabunu, şampunu, nədirsə day. Aha. Ha, vurdu indi başda. İnşallah düz şampunu tökmüşəm. Adama, dazına bax, ha, bu nədir? Farsajdakı o Dominik var, ona oxşadı. Ayda. Dəli oldu yala. Və gördüyünüz kimi görəvimiz hazırdır dostlar. Müəllimin beyni çandı, əsəbləşdi və təbii ki saç da töküldü. İndi Allah bilir hara gedəcəksə, gedə bilməyəcək. Deməli dostlar, bu günlük bu qədər. Özünüzə yaxşı baxın, çox sağ olun və videoya da like atmayı və kanalıma da abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.